Dostlar, gəlin 30-cu test tapşırığına baxaq. Miqə və sertifikasiya üçün nəzərdə tutulmuş Elm Nəşriyyatı Azərbaycan dili test toplusundan olan bir test. Hansı nümunənin məqsəd və intonasiyaya görə növü yanlış göstərilir? Axına qapılıb dinməzcə irəliləyirdik. Məlumat verir, nəqli cümlə düzdür. Yardıma ehtiyacım yoxdur. Cümlənin məqsədi zaten sondakı olan durğu şəraitlərindən tapmaq olar. Gərək evdən vaxtında çıxarıq. Gərək nədir? Arzu ədəti. Deməli, bu cümlənin xəbəri arzu şəklindədir. Bu feilin əmr şəklində ola bilməz. Cavabımız C variantı olacaq. Bu sözlərlə o nə demək istəyir? Sualı şahısbaşı deməli sual cümləsidir. Mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırım qayaları çiynəyə parçalayacağam. Cümlənin sonunda əgər 3 nöqtə qoyulubsa, bu deməli nəqli cümlə və yaxud da əmr cümləsi ola bilər. Baxıram ki, məlumat verir və xəbəri əmr şəklində deyil də, deməli nəqli cümlədir. Bu qədər asan və sadə bir sual.